Çox keçmiş zamanlarda buralara gəlmiş Əhmədin şərəfinə adlandırılan kənd Əhmədliyə gəlmişik. Bəs bu Əhməd kim idi? Bu barədə birazdan. Hələlik isə bu kəndi gəzəyə dolaşaq görək kim var, kim yox və ümumiyyətlə kənd cəmaatı Əhmədi tanıyırlarmı? Neçə ildir buraya yaşayırsınız? Mən hələ dədə-babadan buradayım. Yəni bizim kəndimiz qədimidir, qədimi olmağına. İntihası indi o yaşlılar rəhmətə gedib. Yerdə qalanlar da cavanlar, biraz yaşlılar var, xəstədirlər, evdədirlər. Burada böyüyən adamı, burada doğulmuş o bir ana kimi bura bizə əzizdir. Demək olar kəndlərin arasında qədimi kənddir, 32 kənddən biridir. Yaşı tarixi çoxdur. Bəs belə deyək, 32 kənd deyirsiniz. Əhmədi kəndinin digər o 31 kənddən xüsusi bir özəlliyi, fərqi varmı məsələn sizin üçün? Əlbəttə şəhərə yaxın olduğuna görə 3 dənə metrosu var, şəhərə yaxındır. Bura demək olar həm kənddir, həm də ki şəhərdir. Şəhərin içində bir kənd həyatı, belə deyək, hə? Ha, şəhərin içində kənd həyatı. İndi Ağşəhər də inşallah tikilə-tikilə gəlir də yaxın yapışacaq bura. Neçə yaşın var da? 76. 76 idi Əhməd desənə. Öğrenmişim bura. Ömrü burada araya getirmiyor. Qabaq buraya yukarıda heyvan saxlamışıq. Burada kənddə? Ətləri yukarıda. Bəs otlaqlar vardı burada yoxsa? Ha, öyle boş idi. Öyle yok yukarıda. Evlər yox idi, yerinə otlaq idi. Ha. Məsələn, hansı hissələrdə ev yox idi ki, orada otlaq idi? Yukarıda da zəhmətdə, xallarda bir ev yok. Ev yox idi. Yok. Sonralıca artıq yaşayış böyüdü, Yeri olmaz sonra. heyvanlar ləğv ediləcək. Bəli. Kəndin qədimiliyi elə bilinmir. 300 ildir, 500 ildir, o bilinmir. Ancaq kəndin örüşləri bütün buradan Zığa, o yandan Lenski fabrikə, bu yandan Razinəcən boş sahə idi, kəndin sahəsidir. Burada qarpız yemiş əkiblər, davaya kömək ediblər, sahələr olub. Bizim öz həyətimizdə 3 inəyimiz vardı, 50 qoyunumuz vardı. Bu evlər salındı, ondan sonra da hamısı məhv oldu, otlaq qutardı. Yaxşıdır bura? Min dəfə yaxşı. Birinci qonşularım yaxşıdır. İkinci də ki, burada mehribançılıqdır, qeyrət, namus, hər şey burada var. Kənd Əhmədli lap gözəl yerdir. Günəşlidə yaşayırdım. Zəlzələdən sonra binanı satıb gəldim bura. Bu kəndin digərlərinə fərqi və yaxud da sizin üçün üstünlüyü nədir? Üstünlüyü odur ki, şəhərin içindədir. Ən gözəli odur. Dünyada da bir dənə 7 kənddir ki, metrosu var. Qədimi kənddir də. Bura olanda heç günəşdə olmayıb. Bəs bu kənd Əhmədlidə lap köhnələrdən yaşayanlardan var yoxsa? Çox rəhmətə gedib, çox indi yaşayanı da var. Güzel. Şehirde kənddən kənd. Metrosu var, asfaltı var, işığı var, suyu, gazı var. Mənim hələ dədə-babam da burada yaşayır. Hər cəhətdən yaxşıdır bu kənd. İnsanları, mədəniyyəti var, hər tərəfli. Əvvəl necə idi? Əvvəl yaxşı. Məsələn, Məsələn, ağsaqqallara hörmət zad var idi, amma indi bu dəqiqə qarışıqdır. Yəni kənd cəmaatı özləri idi də burada. Yəni indi gəlmələr çoxdur. gəlmələr indi çoxdur. Bizdə kənddə həmişə o Novruz bayramımızda çox ləzzətli keçirdi. İndi də onlar biraz müasirləşib, nə bilim, eləyə bilmirlər, yoxsa yoxdur da o biraz. Onlar yaxşı qeyd olunurdu. Onlar vaxtında hamısı necə lazım idi. Papaq atlısı idi, nə uşaqlıq dövrlərində də qapı döydü, nə mobusu. İndi elə şeylər yox. Bəs niyə bura Əhmədi deyirlər? Kənd Əhməddir də. Niyə məhz Əhməd? Əhməd kimdir? Yox, dəqiq lap belə dəqiq. Ağsaqqallar bilər. Bilirsiniz Əhməd kimdir? Yox, bilmirəm. O gərək yaşlılardan soruşası lap dərinliyi. İndi mən yalan nə deyim, onu mən elə bilə bilmərəm. Bəs ümumiyyətlə bura niyə Əhmədi deyirlər? Bilirsənmi dayı? Vallahi onun yalançı olaram. Kənddir də ona görə. Kənddir, kənd həyatıdır. O kənd onda Əhmədi deyirlər. Bəli. Bəs bu Əhməd kim olub? Əhməd yalan deyərəm. Bura deyəsən o qədimidən mən də eşitmişəm. Dəqiq məlumatın yoxdur. Dəqiq bilmirəm. İndi isə gələk Əhmədin kimliyinə. Tarixi mənbələrdə göstərilir ki, təxminən 16-cı əsrdə iki varlı maldar qardaş qış otlaqları üçün axtarışa çıxırlar və bu axtarışların sonunda gəlib çıxırlar buralara və buraları bəyəndikləri üçün məskunlaşmağa qərar verirlər. Və böyük qardaş əhali arasında çox böyük rəğbət qazanır və onun adına buralar Əhmədli adlanır. Amma bu isə digər qardaş Mahmudun xoşuna gəlmir və Mahmud da öz tayfasını kəndin digər hissəsinə köçürür və həmin hissə Mahmudlu adlanır. Amma bu qarşıdurma çox çəkmir və iki hissə yenidən birləşir və kənd ağsaqqallarının qərarı ilə bütün ərazi böyük qardaş Əhmədin adına Əhmədli adlanır və o vaxtdan bu günə elə belə də qalır.